Kola şəhəri. Bura Murmansk vilayətində Kola yarımadasında yerləşir. Murmansk ilə buranın arası təxminən 10 km yoldur. Bura çox soyuq bir yerdir. Qışı buranın çox sərt keçir, yay isə sərin və yağışlı olur. Həmçinin burada yay çox qısa olur və yayda qar yağa bilər. Bura 1565-ci ildə tikilibdir. Yəni buranın Murmansk ilə fərqi odur ki, bura Murmansk kimi cavan şəhər deyil. Buranın 500-ə yaxın yaşı var. Murmanskın isə cəmi 110. Bura 18-ci əsrdə, yəni 1784-cü ildə şəhər statusu aldı. Buranın əsas gəlir yerləri isə energetika, balıqçılıq və zavodlardır. Həmçinin burada sexlər və xırda zavodlar mövcuddur. Lakin burada elə böyük, yəni çoxlu iri zavod yoxdur. Minlərcə insanların işləyə biləcəyi bir zavod yoxdur. Burada həmçinin balıq sexi də mövcuddur. Əhalinin ən pik sayı 90-cı illərdə olub, o vaxtı şəhərdə təxminən 15 min adam yaşayırdı. Hal-hazırda şəhərdə 8-9 min arası insan yaşayır. İnsanlar yavaş-yavaş şəhəri tərk eləyir, lakin yəni o vəziyyət deyil ki, səhər şəhərdə heç kim qalmayacaq. Şəhərdə hələ də var bir hissə insanlar yaşayır. Bu da Murmansk və Murmansk vilayətinin şəhərləri üçün çox xarakter bir şeydir. Səbəb də odur ki, bura insanlara demək olar ki, heç bir karyera şansı vermir. Burada insanlara D vitamini çatışmır. Günəşli günlər çox azdır, daha çox yağış və qar olur.